Buradan gəlin birinci mən sizə izahları göstərdiyim Word-də görün nələr var bu hissələrdə. Keçmiş bilin. İkinci dəfəsini izah edəcəyik. Keçən dərs nə izah elədim? Ü, ə, ç, ş hardadır? Bunları izah eləmişdim da, düzdür, hərflərin yerlərini. Word-da əsas bilməli olduğunuz şey burada layout tabıdır və layout tabı çox geniş istifadə olunur. Gəlin görə layout tabında nələr var. Burada margins var. Margins sənədin sol, sağ boşluqlarını təyin edir. Sol-sağ boşluqları nədir? Tutaq ki, bir dənə sənəd yazmışam. Məsələn, istəyirəm belə bir sənəddir. Deyirəm, bu sənəd istəyirəm ki, soldan gəlsin, bura bitişsin. Soldan boşluğu 0 olsun. Tələbə gəlir, nə etməlidir? Gəlir, burada marginsə daxil olmalıdır. Ən aşağıda custom margins bölməsi var, bura daxil olur. Və burada boşluqlar var. Top var, left var, right var, bottom var. Məsələn, mən bu leftdən boşluğunu 0 eləsəm, gətirib sənəd eləyəcək? Ən dibə, bax görəcək, nədir? Birləşdi. Və gəldi, bura birləşdi. Gətirəm marginsi vururam, custom margins, gətirirəm yenə topdan olan boşluğunu 0 vururam, gəlir neyniyir? Ən yuxarıya. Və görürüz nədir? Gətirdi, birləşdi. Yenə layout menüsündən margins, gətirirəm tutaq ki, custom margins. Biri var top, biri var left, biri var right, biri var bottom. Tutaq ki, aşağıdan olan boşluğunu 0 eləsəm, bu gətirib ən dibə, yəni sənədin elə bil ən aşağısına qədər yazılmanı təmin edəcək. Right-dan olan boşluğunu 0 eləsəm, gətirib burada da neynəyəcək? Sağdan olan boşluğunda 0 almış olacaq. Çox vaxtı tələbələrdə nə yaranır? Baxın, diplom işi yazanda, dissertasiya yazanda, kurs işi yazanda sizə belə bir şeylər verirlər. Nədir onun adı? Məlumatlar verirlər ki, misal üçün, soldan olan boşluğunu 30 milli elə tutaq ki. Sağdan olan boşluğunu bu qədər elə. Yuxarıdan olan boşluğunu bu qədər elə. Aşağıdan olan boşluğunu bu qədər elə. Ara məsafəni filan qədər elə. Tələbə başa düşməlidir ki, bunu deyəndə tələbə hara daxil olmalıdır? Burada layout menüsündən marginsə, yəni marginsdən bu dediklərimizi təyin eləmək olar. Bax, yuxarıda margins bölməsindən bu dediklərimizi təyin eləmək olar. Burada gördüyümüz orientasiya. Orientation nədir? Orientasiyaya daxil oluram. Vərəq enli olsun, yoxsa uzunluğa formada olsun, bunları təyin edə bilərsiniz. Portret vuranda vərəq uzunluğa, landscape vuranda vərəq enli bir formaya düşmüş olur. Bu formada düşdü. Gətirirəm burada size. Size, misal üçün, mən seçirəm A4 kağızı. Deyirəm ki, mənim vərəqim ölçüsü olsun A4 kağızı formasında. Columns odur ki, buranı sütunlara bölə bilərsiniz. Buranı seçib, gətirib columnsa daxil ola bilərsiniz. Columns bura daxil olub. Buradan to-nu belə vura bilərsiniz. Mətni sizə neçə yerə bölə bilər? 2 sütun şəklində bölüntü apara bilər. Yəni, mən buradan hara daxil oldum? Columns bölməsinə daxil oldum və buradan to-nu belə vurdum. 2 sütun şəklində böldüm. Və sonra nə edə bilərik? Gətirirəm, buranın birini seçirəm. Burada abzaslar arası məsafə, after, before. Bunlar arası məsafə nə qaydada olsun, bunları təyin edə bilərik. Burada, misal üçün, 0 belə vursam, bunlardır. Sonra gətirirəm, soldan, sağdan, əvvəlki, sonraki arası məsafələrdə bura ilə təyin oluna bilər. Bunlar da bu qayda ilə düzəlir. Burada gətirib position. Position nədir? Şəkil və şəklin istiqamətləri. Gətirirəm, bax, girirəm Google-a, özüm üçün bir dənə şəkil təyin edirəm, tutaq ki, qoyuram ki, şəkil olsun, bayraq şəkil olsun, bayraq şəkil. Buradan gətirirəm image, vururam, buradan misal üçün bir dənə bunu seçirəm, bunu kopyalayıram, şəkli ora vermək istəyirsinizsə, kopyalayıb yapışdırmalısınız. Sağ düymə, copy image, şəkli kopyalasın, gətirirəm, bu şəkli buraya yapışdırıram, bura vururam, Ctrl V. Yapışdırıram, gedir. Və şəkli yapışdırandan sonra, tələbədə belə bir şey yaranır ki, mən bu şəkli tərpədə bilmirəm. Bax, görürsünüz, şəklə belə eləyir, nə qədər eləyir, görür, getmir. Sağa, sola, nə qədər eləyir, getmir. Bunu tərpətmək istəyirsənsə, nə etməlisən? Burada position deyilən bir bölməmiz var. Position bölməsinə daxil olmalısan, bunun üzərinə vurandan sonra və istiqamətini seçməlisən. Aşağıdan olsun, yuxarıdan olsun, sağdan olsun, soldan olsun, hardan olsun, o istiqamətlərdə burada position bölməsinə seçimini etməlisən. Bunları da belə tərpət edə bilərsən. Və bayraq istəyirsinizsə ki, arxa fona keçsin. Burada wrap text bölməsindən də arxa fona keçdiyini təmin etmək olar. Bayraq arxa fonda keçsin, bu formada olsun, bunlar düzəlir. İndi layout tabında mən sizdən soruşsam ki, nələri dəqiq bilməliyik? Birinci biz öyrəndik margins. Tətbiq eləyəsiz özünüz. Margins bölməsində biz öyrəndik ki, sənədi nə edə bilərik? Sol, sağ, yuxarı, aşağı boşluqları nə edə bilərik? Düzəldə bilərik.
Orientasiya ilə vərəqi nə edə bilərik? Uzunluğa ya da ki, nə edə bilərik? Enlə formada çıxartmanı təyin edə bilərik. Size kağızdır. Gətirib size-a vursam, burada nə kağız seçəcəm? A4 kağızı. Yəni, mənə vərəqin formasına, kağız formasına qalsın, A4 kağız formasına. Columns-da sütundur. Buradan tunu vursaq, bu demək ki, məlumatım neynəsin? 2 sütun şəklində bölmüş olsun. After before bunlar arası məsafələrdə bura ilə təyin olunur. Yəni, abzaslar arası məsafələrdə after before deyilən yerdən təyin olunmuş olur. Burada yazımızdır. Burada seçilir Ctrl-A və burada after before var. Bunlar arası, abzaslar arası məsafələrdə belə təyin edə bilərik. Və şəklində istiqamətin belə. Bundan əlavə nəyi bilməlisiniz? Gətirirəm, burada dizayn menüsü var. Dizayn menüsündə watermark deyilən bir söz var. Watermark. Su nişanı əlavə eləmək. Konspektlərdə və yaxud da ki, kurs işlərində falan lazım olur. Tutaq ki, mən götürürəm, bura bir yazı yazıram. Deyirəm ki, bu yazının arxasına filankəsin ad yazılsın tərsinə formada. Gətirib onu neyniyəsiniz? Gətirirsiniz, watermarka daxil olursunuz. Buradan aşağıda Custom Watermark deyilən bir bölməmiz var. Bax, Custom Watermark. Bura daxil olursunuz. Buradan gətirib, bura vurub, bu yazını buradan silib. Yaza bilərəm ki, tutaq ki, kompüter dərsləri. Bu sözü yaza bilərəm. Və bu rəngini belə dəyişə bilərəm. OK, belə vura bilərəm. Arxa fonda görəcəm ki, neynədir? Kompüter dərsləri sözü belə kölgəli şəkildə yazılmış oldu. Belə kölgəli şəkildə yazılır. Və bu sözün buradan silinməyini istəyə bilərəm. Gətirirəm, nə edirəm? Yenə watermarka daxil ola bilərəm. Burada remove watermarkı vurub, bu sözü də buradan silə bilərik. Yəni, dediyimizdə bu qaydada. Burada page color, vərəqin rəngini dəyişsin. Bura vura bilərəm. Page color ilə vərəqə bir rəng təyin edə bilərəm. Rənglər dəyişsin. Page border ilə də vərəqin ümumi çərçivələr. Vərəq sağdan, soldan hansı çərçivələr olsun, onları təyin edə bilərik. Box, OK belə vurub, vərəqə ümumi çərçivəni təyin eləmək olar. Demək, uzun sözün qısası. Biz layout tabından danışdıq, bir də dizayn tabından hələ ki bir məlumat görsətdik. Dizaynla görsətdik ki, burada watermark. Bu nə işə yaradı? Arxa fona nə eləmişdi? Kölgəli yazı yazdı da bu watermark, düzdürmü? Öz adımızı falan yaza bilərik. Watermarkın vasitəsilə. Watermark. Sonra orada gördüyümüz page color vərəqi neynədir? Vərəqin rəngini dəyişmişdir. Page color-da vərəqin rəngini dəyişdir. Page color. Page border isə vərəqin ümumi çərçivələr verir. Bu da belədir. Layoutdan da öyrəndik ki, bunların sənədin sol, sağ, yuxarı, aşağı istiqamətdə olan boşluqlarını təyin eləmək və şəklin pozisiyası, şəklin istiqamətini təyin edə bilərsiniz. İndi bu praktikada gəlin görək qarşımıza nədir çıxa bilər. İndi mən sizə 4 dənə misal tipi atıram və izah edirəm ki, yəni siz işləyəndə praktikada qarşınıza bu cür çıxacaq. Baxın uşaqlar, demək, burada gördüyümüz və burada görəcəyimiz belə bir şey var. Bax, belə bir cədvəl var. Bu cədvəl orada biraz yaxşı tam düşmür. Buradan tam düşmür. Gələk oranı silim lövhəni. Baxın. Uşaqlar, buradan indi mən deyirəm sizə təxmini. O görə bu cədvəli görə biləcəyik. Siz mənə deyə bilərsiniz ki, bu cədvəlin neçə dənə sütunu var, neçə dənə sətri var. Cədvəldə yəqin sütunla sətri ayırt edə bilirik də. Bax, bu gördüyünüz cədvəl var. Neçə dənə sütunu var, neçə dənə sətri var.
Yox, neçə dənə sütun var? Sütun nə cür olur? Əlinizlə görsədin. Sütun nə tipdə olur? Düz. Sətr nə qədər olur? Belə. Gəl sayaq. 1, 2, 3, 4, 5, 6, bir dənə də nə? Burada da var, o proyektorda bir dənə gəlib beləyim. 7 dənə nəyimiz var? Sütunumuz var. Bax. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə dümdüzdür. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə nə var? Sətir. Sütunla sətir. Sütun düz olur da. Qardaş, sütun düz olur. Sətir nə qədər olur? Yox, sən belə saysan. Belə sətirdir, belə sütundur. Bax 1, 2, 3, 4, 5, 6, 7 dənə sütun. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə sətir var. Gətir, indi bu cədvəlləri necə birinci yığaq. Bax, buradakı cədvəl formalarını birinci lazım deyəcəm. Buradakı cədvəl formalarını yığaq. Bunu. Baxıram ki, cədvəli nə cür yığmaq lazımdır. Cədvəli bax, bunlarla yığacam, formalarını içini yazacam, sonra ora yazı verəcəm. Cədvəli yığmaq üçün dünənki dərsimizdə var idi. Insertdə table-a girirdik də, düzdürmü? Insert table-a girirdik. Burada column sütundur, row-da sətirdir. Yəni column sütundur, row sətirdir. Birinci cədvəlin 3 dənə sütunu, düz 7 dənə də sətir var. Enter. 3 dənə sütun götürdüm. 7 dənə nə götürdüm? Sətir götürdüm. Bax. 1, 2, 3, 4, 5, 6, 7. Sonra gördüm ki, bunun burası birləşikdir. Buranı seçirəm. Table layout var yuxarıda. Table layout. Bura girir. Burada merge cells var. Merge cells vurub buranı birləşdirirəm. Sonra buranı belə böyüdürəm. Sonra bura birləşməlidir. Buranı seçirəm. Yenə girirəm, burada merge cells var. Merge cells, damaları birləşdirmək. Bura vururam, merge cells, orta xəttlərini silirəm. Buranın da xəttləri silinməlidir. Buranı da seçirəm. Yenə table layoutda merge cells var. Buranı da vururam, buranı da birləşdirirəm. Bu da olur mənim bu formada. Sonra bunun içini istəyə uyğun yaza bilərəm. İstəyə uyğun yaza bilərəm. Alo. Salam, çox sağ olun. Sağ olun. 2 nəfər. Aha. Sizdə elə bir mühasib işinlə bağlı da, düzdür? Vergi hesabatı. Yaxşı, mən sizə bir dənə nömrə atacağam. Əlaqə saxlayarsınız orayla. Sizə məlumat verərlər ki, bəsdə filan. Deyirsiniz Cumali müəllim vergi nömrənizi. Vergi hesabatı. Mənim adım verərsiniz. Afra. Sağ olun. Bir dəqiqə. Nəsə olub, bunu belə elədik. Buranı belə böyüdə bilərik. Buradan tutub, buranı belə böyüdə bilərik. Bunlar da düşər bu formaya. Sonra için yazsın yazasınız. Tutaq ki, burada hansı bir yazılar var, bunları qeyd edəsiniz. Sonra burada içində yazılar qeyd olunandan sonra hərfləri demişdik də, Ü hərfi hardadır? Ü hərfi hardadır? I hardadır? Ə hardadır? Ç hardadır? Ş hardadır? Ö hardadır? H hardadır? Bunları görə bilirsiniz. W hansı hərf idi? W. Ü. L-nın yanında olan hərflər hansıları idi? I ilə Ə. Alo. Bəli. Buyurun. Olar. Tamam. Çözülür.
Tamam, Leonardo. Uşaqlar, burası belə. Yəni, mövzuları falan buradan qeyd edəyəsiniz. Misal üçün, ikinci cədvələ gəlin baxaq. Buna baxaq. Burada baxıram ki, bayaq dedim, 7 dənə sütun var, 8 dənə də sətr var. Gətirəm indi bu cədvəli düzəltməyə. Hara girəcəm cədvəli düzəltmək üçün? Hansı menü idi? Insert. Insertdan hara girim? Table. Sonra hara girim? Sonra insert table-a daxil oluram. Birinci nə yazıram? Sütun sayını. Bax, kolum sütundur, row sətirdir. Müəllim, mən bu nətə yadımda saxlayayım? Sətirdə də r var, rowda da r var. Sətir belə olur. Sütunda düz olur. Gətirirsiniz, baxsınız ki, 1, 2, 3, 4, 5, 6, 7 dənə sütun var. Yuxarıya 7 yazsınız. Sətir sayı da buradadır. Neçə dənə sətir var? 8 dənə sətir var. Yazsınız bura 8, enter. 7 dənə sütun, 8 dənə sətir var. Bura qeyd elədiniz. Sonra buradan 2 dənə bitişdirik. Yuxarıdan ikisini seçirəm. Table layout. Burada merge cells. Merge cellsi belə vururam, bura birləşir. Təzədən bu ikisini seçirəm. Yenə merge cellsi vururam, buranı birləşdirirəm. İkisini seçirəm. Merge cells vururam, buranı birləşdirirəm. İkisini seçirəm. Merge cells vururam, buranı birləşdirirəm. Sonra baxıram ki, bu distinct sözü 1, 2, 3 dənənin ortasındadır. Üçünü seçirəm yuxarıdan. Merge cells. Yenə buradan 3 dənəsini seçirəm. Merge cells. Buradan ikisini seçirəm. Merge cells. Buradan ikisini seçirəm. Merge cells. Gəlirəm. Gözləyin. Gəlirəm. Hə, gəlirəm. Bu ikisini yuxarıdan belə seçsiniz. Burada merge cells. Və bu da olur. Forması belədir. Bu cədvəl forması nə qaydadadır? Deməli, 7 dənə sütun oldu. Nə qədər sətr oldu? 8 dənə də sətri olmuş oldu. 7 sütun, 8 sətr. Və ona uyğun neynədik? Biz formanı düzəltmiş olduq. Arxa fonuna da bir dənə yazını da verim. Dizayna girəcəm. Watermark. Custom watermark. Buradan bir dənə bu yazını dəyişəcəm. Dərsliklər yazacağım. Bunun dənə də rəngini dəyişim. Okay, so. Arxa fona dərsliklər yazsın, yazdıracam. Gördünüz? Hansı menüdaymış? Dizaynda nə? Watermark var idi, oydu. Dizaynda nə bayaq dedik? Watermark. Arxa fona nə etmək? Kölgəli yazını yazdırmaq. Dizayn menüsü. Dizayn. Yuxarıdakı dizayn menüsü. Bura baxsınız görəsiniz. Baxın, dizayn menüsü. Design yazın. Görsədəcək, bir dəqiqə gözləyin.
İnşallah bura baxın. Keçdik bu pisinə. Keçdik. İndi bu birlərinə. Bax, bunu indi düzəldəcəyik. Bu cədvəlin neçə dənə sütunu var, neçə dənə sətri var. Bu biraz məsələdir. Tələbəyə görə dəyişə bilən məsələdir. Elə tələbə var, sütunlar sayını, bu qırıqları da sütun kimi sayır, sonra birləşdirir. Amma mən məsləhət görürəm ki, əgər belə qırıq şeylər görsəz, nə tərəfdəyim də, məsəl üçün görürsüz buralar bölünüb. Belə tipli cədvəllər görsəz, buranı bölmək daha məsləhətdir. Bəs onu nə cür eləyərsiniz? Cədvələ baxıram, 2 dənə sütunu var. Bax, 1, 2. 1, 2 dənə sütunu var. Neçə dənə sətri var sayıram. Yuxarı ilə bir yerdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə də sətri var. 2 dənə sütunu var, 13 dənə də sətri var. Gətir, şimdi bu cədvəli düzəltməyə. Nə? Düz olanlar. Bunlar. İndi mən nə edəcəm? Əslində bunlar da sütun kimi götürə bilərik. İndi mən nə edəcəm? Mən 2 dənə sütun götürəcəm. Sonra ikinci sütun sətirlərini böləcəm. Ki, elə daha rahat olur mənim üçün. Baxın, indi göstərdim, bir dənə təxmini bilərsiniz. Bax, girəm insert-ə. Girəm table-a. Girəm insert table-a. Sayıram neçə dənə sütunu var idi? 2 dənə götürmüşəm. 13 dənə sətr götürmüşəm. 2 sütun 13 sətr. Düzdürmü? Sonra gətirirəm, bu yuxarısını bitişdirirəm. Yuxarını seçirəm. Table layout, merge cells. Buranı birləşdirirəm. Buranı da belə çəkirəm sola. Buranı gözləyim. Cədvəllər insert-dən düzəldir. Insert-dən. Birləşdirmələr zadlar hamısı table layout-dadır. Bax, sağdakı bu menyular. Cədvəli yaradanda gəlir. Bura baxın, sonra eləyərsiniz. Bizə baxın bura. Məsələn, bunu birləşdirdim. İndi tələbədə sual yaranır ki, bəs bayaq dedik ki, bunları sayaq, axı, düzləri sayaq. İndi görürəm ki, burada belə olanlar daha çoxdur. Mən məqsədə uyğun olaraq belə götürəcəm. 2-ci sətri böləcəm. 1, 2, 3, 4, 5, 6 yerə buranı böləcəm. Burada dayanacam. Table layout-da merge cells bayaq birləşdirirdim. Split cells-dən böləcəm. Split cells-ə vuracam. Deyəcəm, buranı 6 yerə böl. Enter. Və görəcəm ki, buranı neynədir? 6 dənə hissəyə mənim üçün bölmüş olur. Fikir verdiniz? Təzən buralar bölünsün. 1, 2, 3, 4, 5 dənə yerə. Gətirəm, son 3 dənəni seçirəm. Splitə girirəm. Bunu 5 dənə sütun kimi götürürəm, enter. Burada mənə 5 yerə bölür. Sonra da içini yazacam. Hansılar içi birləşməlidir, hansılar içi bölünməlidir, ayrılmalıdır, qeyd edəcəm. Nə? Bax, burada indi qeyd edəndə görəsiniz də, söz yazarsınız da, mağaza adı. Mağaza adı. Sağdan yazılsın deyəndə burada table layout-da sağ var. Sağa vurası sağdan yazılacaq. Yəni qeydiyyatı. Sağa vurası sağdan. Və yaxud da ki, bir dəfəlik buranı seçin, sağa vurun, həmişə sağdan yazılsın. Belə bilində yazılma olar. Uşaqlar, bax, bu cədvələ baxın. Bu cədvələ. Siz mən bu cədvəldə sizcə sütun sayı nə qədər götürsəm daha məntiqli olar? Əgər belə qırıq-qırıq, bəli, qırıq-qırıq çox olsa, bax, belə qırıq-qırıq var. Siz ona nə cür cədvəli düzəltməyiniz məqsədə uyğun olar. Demirəm, sütun sayını istəyirsiniz 13 dənə götürün, sonra birləşdirə, gətirib bu formaya çıxarda bilərsiniz. Amma uzun prosesdir. Bu daha qısa şəkildə həyata keçirmək istəyirəmsə, baxacam ki, cədvəli 1, 2, 3 dənə sütun götürə bilərəm. Və üçüncü sütunu nə edə bilərəm? Qırıq-qırıq damlalara bölə bilərəm. Düzəldim, bax. O biri cədvələ keçin. Aha, bax. Girəm insert-ə, table-a, insert table-a. Düzdürmü? 3 dənə sütun götürürəm. Sətr sayı həmişə qalır da. Baxıram ki, sətr sayı nə qədər götürürüm. 18 dənə burada sənin adı yazılır. 19, 20, 21. Düzdürmü? 2 dənə də burada var. 23. Deməli, 3-ün 23-ə bir cədvəl. 3-ün 23-ə. 3 dənə sütun, 23 dənə sətr götürürəm. Bunu çəkirəm bu sola. Bunu da çəkirəm, buradan belə böyüdürəm. Bu olur belə. Bu obli cədvələ oxşadır. Yox hələ, çünki biz neynəməmişik, işimizi görməmişik. Gətirəm, burada xəttə duram. Bu xətti çəkirəm buranı sola.
Duram yenə buradakı bir xəttdə, yenə basılıb duram, buranı çəkirəm sola. Çəkirəm sola. Sonra görürəm ki, mən bunu belləsəm daha yaxşı olar. Belə düzəltdik, gözünüzü görə bilmək belləsəm. Buranı seçib, buranı birləşdirəcəm, table layout, merge cells. Buranı birləşdirəcəm. Bu ikisini seçəcəm, yenə merge cells. Müəllim ikisini seçib niyə birləşdirdiniz? Belə bir şey nəyə vacib idi? Çünki fikir versəz, burada fənnin adı sözü qabağı neçə yerə bölünür? 1, 2 yerə. Deməli, 2 dənə adama birləşməlidir ki, bu fənnin adı neynəsin? Yarana bilsinlər, düzdürmü? Sonra bu ikisini belə birləşdirdim. Gördünüz, artıq yaratdım. İndi buranı 11 yerə böləcəm. Buranı seçəcəm. Buranı seçdim. Bölmək burada hansı idi? Merge yoxsa split? Split cells, düzdür, split bölürəm. Mahallarda zətdə də olur, splitləm aldı. Split cellsə vurursunuz, 11 dənə yerə bölürsünüz, enter. Gördünüz. Belə düzəltmək nə imiş? Daha rahat imiş. Elə cədvəllər var ki, orada birləşdirmənin üstünü tutsaz daha yaxşı olar, amma elə cədvəllər var ki, orada bu formada nə edə bilərsiniz, bölə bilərsiniz ki, sizin üçün rahat olsun. Çünki bu sütunların sayı çox götürməklə siz bu cədvəli çətin düzəldərsiniz. Oturub gərək bir-bir bitişdirəsiniz, bu formanı alacağım, almayacağım, bu da biraz məsələdir, absurd məsələdir. Belə amma düzəldəndə daha yaxşı olur. Sonra için yazarsınız, nömrə, yazdığınız yazılar mərkəzə yazsın, mərkəzə vurasınız. Ortada yazılsın orta, yəni sağda yazılsın sağa, solda yazılsın sola. Belə istiqamətləndirəsiniz və sözünüzü yazanda hamısı belə bir formada yazılmış olacaq. Bunlar da belədir. Bu da belə. Sonra nə? İndi başlayaq bunu işləyək uşaqlar. Bunu işləməsəz başa düşməyəsiniz. Mən bir dənə bunu gözünüzün qayd edeyim.